Sarayın Novxanı Pirşağı avtomobil yolunda bir müddət öncə təmir işlərinə başlanılsa da, ancaq son vaxtlar təmirin dayandığı bildirilir. Hazırda ərazidə nə texnika var, nə canlı qüvvə. Sürücülər isə bu vəziyyətdən olduqca əziyyət çəkdiklərini deyirlər. Bir aydır burada iş getmir. Gəlib keçdikdə buradan mən dönüb masajda buradan dönüb, gedib vazın kruquna dönüb qayıtmalıyam. Bir ayda iş dayanıbdı, bilinmir nədən dayandığı, niyə dayandığı. Yəni hər dəfə də çətinlik çəkirik, maşının pedokunda da problem yaranır. Yollar pis gündədir, avtomobillərimiz pis gündən düşür. Daha yığılmışıq buradayıq. Çox pis, qalmışıq yenə. Yağış yağanda bura girmək olmur, günəşdə havada girmək olmur, torpaqdır, maşın pəncərələrini az qoymaq olmur. Yaşayış məntəqələrdə hamı şikayətçidir bu dəqiqə. İşləyirlər biraz sonra yarımçıq qoyub gedirlər. Nə ilə bağlıdır deyə bilmərəm. Amma bu yolda mən çox istifadə eləmirəm. Çox pis vəziyyətdir. Yəni heç cürə mümkündür. Yayın işsiz etiqaz olur, maşınlar dayanır. Əziyyət çəkirik. Yəni işi yarımçıq qoyub gediblər. Bəli, işləmirlər. Bax, özünüz görürsünüz hal-hazırda işte. Yəni çox məsuliyyətsiz, maşının periodokunu yığdırmaqdan gübürtəli olmuş. Oraya getmək üçün gəlib ki, oradan da gedirik. Yəni bir sürücü kimi əziyyət çəkirsiniz. Əlbəttə ki, əziyyət mən çəkmirəm, bütün vətəndaşlar çəkir. Pirşağın Novxanı, Xırdalan M4 avtomobil yolunun tikintisi təsdiq edilmiş iş qrafikinə uyğun olaraq davam etdirilir. Layihənin icrasında hər hansı gecikmə və ya ləngimə yoxdur. Ayrı-ayrı sahələrdə müəyyən müddət ərzində işlərin aparılmaması, ümumi tikinti prosesinin dayandırılması kimi qiymətləndirilməməlidir. Məlumat üçün bildirim ki, uzunluğu 29 km olan Pirşağın Novxanı, Xırdalan M4 avtomobil yolu birinci texniki dərəcəyə uyğun 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Tikinti işləri marşrut boyunca müəyyən olunmuş hissələrdə hazırda mərhələli şəkildə və təsdiq edilmiş iş qrafikinə uyğun davam etdirilir. İşlərin aparılmadığı qeyd olunan hissədə də qısa müddətli fasilədən sonra tikinti quraşdırma işlərinin bərpası qrafikə uyğun nəzərdə tutulub.